başlayalım. Yad etmek bizim borcumuz. Allah rəhmət eləsin. Amin. Hər kəsə salam. Mən 8 noyabr komandasının lideri Balxanzadə Natiq Umudoğlu. Mən indi komanda üzvlərini sizinlə tanış edəcəm. Məmmədli Mələk, İmanzadə Cəmilə, Ağazadə Şəfəq, Mərdanova İnci. Buyurun. Salam. Mən Səfər Osmanlı Vətən komandasının lideri. Vətən komandasının üzvləri Muradlı Əsma, Eyvon Roman, Səfərli Sərdar, Nəcibli Arxan. Salam, mən Məhməd Oğuzlara Ayva Rövşənlidir. Zəfər komandasının lideriyəm. Komandamızın digər üzvləri Gülzadə Nur, Sadıqova Zərnur, Musayev Fuad, Mahmudov Ömər. Salam, mən Salman Şuşa qrupunun lideriyəm. Üzvləri Tunaq İskəndərli, Nur Süleymanova, Kərimli Yusif, Bayramlı Miraç. Salam, mən Dəmir Yumruq komandasının lideriyəm. Dəmir Yumruq komandasının üzvləri Əliyev Kənan, Həsənova Zəhra, Nəsimli Emil və Qüdrətzadə Məryəm. Özəlini söylədim. Rövşən Hüseynli İlkin. Salam, mən Nazim Əliyev Analoğlu. Mən Xarı Bülbül komandasının lideriyəm. Gəlin komandanın üzvlərinə sizi tanış edim. Dərya Tağıyeva, Nərgiz Bəlizadə, Alinə Əzizli, Zəhra Zəfər gününə həll olunmuş bilik yarışmasının qaydaları bundan ibarətdir. Ekranda suallar gəlir. Mən sualı səsləndirirəm. Ekranda siz oxusanız da mən yenidən oxuyacağam. Və səsləndirdikdən sonra vaxt getdi. Bu sözü eşidəndən sonra komanda üzvü bayrağı qaldırır. Qaldıran komandanın cavabı, yəni ilk qaldıran, cəhd qaldıran komandanın cavabı qəbul olunur. Vaxt getdi sözündən əvvəl qaldıran komanda suala cavab vermək haqqını itirir. Yəni, ekranda gördüyünüz halda yenə də bayrağı qaldırsanız, yenə də cavablandıra bilməyəcəksiniz. Yalnız mən vaxt getdi sözündən sonra
siz cavablandıra bilərsiniz. Yazılı olan şəkildə də yenə bax getdi sözündən sonra cavablandıracaqsınız. Zəfər sənindir, Azərbaycan. Buyurun. Birinci sual. Qarabağ adının mənası nədir? Vaxt getdi. Məncə, Balaxanzadə, buyur. Qarabağ sözünün mənası qara, əzəmətli, böyük deməkdir. Bağ isə öz vətənimizi təmsil edən bir şeydir. Bəli, afərin. Cavab qəbul olundu. Və bir xal 8 noyabr komandasının üzvlərinə gəldi. Növbəti sual. Qarabağ xanlığının əsasını kim qoymuşdur? Vaxt getdi. Yox, siz daha yaxşısınız. Buyurun. Pənahəli xan, bəli, tamamilə doğru cavabdır. Bir xal vətən qrupunun hesabına Vətən müharibəsində daima yanımızda olan, hər zaman bizə dəstək olan dövlət hansı dövlətdir? Məmləkət belə yerdə şərtlərimizdə siz vaxt getdi sözünü demədən kim bayrağı qaldırsa, o komanda avtomatik olaraq əlini qaldırıb cavab vermək hüququndan yəni ləğv olunur. Həm o qaldır və həm o qaldır. Bəli. İki komanda artıq öz hüququnu itirdi. Aha. Vaxt getdi. Türkiye ve Pakistan bizim yanımızda kaynak Bəli, Türkiye və Pakistan cevap geçtidən də əvvəl qaldıran dediyimiz kimi qəbul olunmayacaq. Ana, doğru cavabdır. 2 xal sizin hesabınıza. Buyurun, növbəti sual. Rəşadətli ordumuzun sayəsində düşmən tapdağı altında azad olunan rayonlarımızın azad olunma tarixlərini ardıcıllıqla yazın. Vaxt getdi. Bayrak qalxdı. Zəfər komandasına. Zəfər komandasında, buyur. 4 oktyabr 2020-ci il Cəbrayıl, Füzuli 17 oktyabr 2020-ci il Zəngilon 20 oktyabr 2020-ci il Qubadlı 25 oktyabr 2020-ci il Şuşa 8 noyabr 2020-ci il Ağdam 20 noyabr 2020-ci il Kəlbəcər 25 noyabr 2020-ci il Laçın 1 dekabr 2020-ci il Xankəndi 15 oktyabr 2023-cü il Xocavənd 15 oktyabr 2023-cü il Xocalı 15 oktyabr 2023-cü il Ağdam 15 oktyabr 2023-cü il Aferin. Ekranda gördüğünüz bu əskər kimdir? Vaxt getdi. Kim? Vətən. Görürsən. Buyurun. Kim? Vüsal. Sabçı Vüsal. Aferin. Komandaya bir xal daha hesabımıza gəldi. Növbəti sual. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş 5 qəhrəman adı yazılır.
almışdım. Tamamilə doğrudur. İkinci Vətən müharibəsi nə zaman başladı və neçə gün davam etdi? Var, getdi. Aha. 7 sentyabr başlayıb, 8 noyabr isə bitir. Neçə gün davam elədi? 44 gün. Tamamilə doğrudur. Qarabağda yerləşən qalalarımız hansıdır? Pənahəli xanın iqamətgahı hansı qala olmuşdur? Bax, getdi. Bizim komandanın Nur Süleymanova. Pənahəli xan Şuşa qalasında iqamətgah etmişdir. İqamətgahı olubdur. Qarabağda yerləşən qalalarımız isə Hə. Şuşa qalası, Komanda üzvlərindən özünüz deyə bilərsiniz. Komanda üzvlərindən kömək edə bilərsiniz. Çünki sizin haqqınızdır. buna bilməsə, Hələ gözləyirəm. Məncə düzgün hesab eləyə bilərik. Əsas olan ki, iqamətgahdır və Bəli. orada yerləşən qalanı deyil. Qəbul olunmuş. Və iqamətgah olanı da düzgün qeyd edilir. Bir bal Şuşa komandasının xeyri. Şuşa şəhəri niyə Qarabağın mədəniyyət beşiyi adlanır? Bax, getdi. Bence ikisi də qeyd Elə ikisi də yadlı verir. Yazdı verir. Şuşada mədəniyyət yerləri, incəsənət yerləri olur. Orada dəyərli büstlər olur. Məsələn, Şuşanın Atmanın büstü, Buyurun büstü, Yəni, məsələn. Digər komandanın deyil. buyurun. Xarı Bülbül Şuşa qalası və orada tarixi şəxsiyyətlər yaşadığına görə oran Qarabağın mədəniyyəti beşiyi adlandırılır. Cavablardan verməsizcə hansı daha dolğun idi? Ən doğru cavab 8 noyabr. Belə xal verilir, Amma əslində baxlar ikisi də doğru deyil. Biri tam doğru cavab verdi. Biri isə məsələn dedi orada büstlər var. Amma o istədi ki orada mədəniyyət xadimləri, hansı ki şəxsiyyətlər yaşayır. Əksi o büstləri nəzərdə tutdu. Bu isə oranın yaşayan dahi 8 şəxsiyyətlər. noyabr komandası bir xal öndə. Öndə. Gəliniz sizə. Ardıcıllığı davam etdirir. Cəbrayıl, Füzuli, Zəngilan, növbətini siz tapacaqsınız. Vaxt, getsin. 3 komanda oldu. Bu da o da oldu. Elə biləm, amma düzdür. Buyur. Buyur. Hər 3 komandaya ardıcıllıqda biz qonaqlarımızın geri adama tərəflərindən düzgün sıralamanı bilməliyik. Ulu öndərimiz Heydər Əliyev 1994-cü ildə hansı hadisənin baş verməsində mühüm rol oynamışdır? Vaxt, getdi. Eyni qaldı. Eyni qaldı. Hamıdan soruşacağım. Buyur. Yazsın.
xal və bir xaldaş. Zəfər günü niyə 8 noyabr tarixində keçirilir? Vaxt getdir. Razı. Tamam, o da 8 noyabrında nə günüdür? Zəfər günü məhz bilirsən, Şuşanın alındığı gündə. Bəli, Atatürkün və ölüm gününə düşdüyünə görə 10 noyabrda biz qələbə qazansaq da, biz ona hörmət əlaməti olaraq zəfərimizi məhz 8 noyabra Şuşanın alındığı günə salmışıq. Afərin, bir doğrusu hesab olsun. Qarabağ şikəstəsi necə oldu, yarandı? Qarabağ şikəstəsini oxuyan məşhur xanəndə kim olur? Vaxt getdi. Mənimə baxdınız. Tez bir zamanda qaldıran komanda kimlər oldu? O komanda İlbular, ona qaldırmamışdı. Bunlar necə vətəndaş? Onlarla eyni qaldırdı. Ən çox bilinci İkisi bu ikisiydi. Şuşa. Aha, buyur. Qarabağ şəhəri necə oldu yarandı? Bir xan İrana getdi. Onun Azərbaycanda Xan İrana getdi. bir Mən müdaxilə eləməyin cavaba. Yaxşı. İrana getdi. Orada Qarabağlı qız, orada İranda Qarabağı yəni darıxdı Qarabağçı. O da Qarabağ şəhəri deyə mahnı yaratdı. Mahnı yazdı, yaxşı. Bəs ikinci sualımız var idi orada. Qarabağ şəhəri mahnı kim olur? Xan Şuşi. Düz deyirsən, qorxma. Xan Xan Şuşi cavabı doğrudur, amma birinci Mən bir dəqiqə, digər komandanın zəhmət olmasa cavabını dinləyək. Amma lider cavab verməsin, zəhmət olmasa digər komanda üzvlərinə. Yox, o qızınca bayaqdan çox cavab verir. Qarabağ şəhərini oxuyan məşhur xanədə kim olur? O yəni Xan Şuşi oxuyub birinci. Ağabəyim Ağazabaşir onu birinci yaradır, öz dilindən eləyib, yəni ki, vətənindən ayrı düşüb deyə, öz vətəninə ayrı düşüb deyə öz mahnısını yazıb, Xan Şuşi də onu oxuyub. O cavab daha dolu. Tamam, nədə oxuyursan. Növbəti sual oxuyuram, diqqətli olun. Vətən müharibəsində oxuduğu mahnı ilə adı dillərdə dastan olan şəhidimiz kimdir? Və mahnının adı nədir? Vaxt getdi. Olar.
Gözəl cavaba görə də təşəkkür. 8 noyabr komandasına bir xal da əlavə olundu. Növbəti sual gəlsin. Adını eşidən hər kəsi vahməyə salan, düşmənləri yerlə yeksan edən silahın adı nədir? Qaldırdınız. Vaxt getdi. O da qaldırdı, bu da qaldırdı. Eyni anda qaldırılır. İndi sizdən alıram cavabı. Qoban. Sizin cavabınız? Həmən snayper həyatında iti babam. Yox, iki cavab deyil, orada bir cavabdır. Bir cavabdır. Sniper dedi. Əlbəttə ki, xal qazandı. Dəmir komandası. Şuşa şəhərində müzlərin düşmənlər tərəfindən güllə baron edilmiş dahi şəxsiyyətlər kimlərdir? Vətən komandası kənarlaşdırıldı. Vaxt getdi. Bu da qaldı, bu da qaldı. Şuşa birinci qaldı. Siz deyirsiniz, sizin komanda. Amma müzlərin adları ardıcılıqla deyilməli. Buyurun. Üzeyir Hacıbəyli, Xuşudbaylı Natəvan Bülbül. Tamamilə doğrudur, aferin. Nəhayət sonuncu sualımızdır. Şəkildə gördüyünüz necə adlanır? Həm də uşaqlar, çox istəyərdim ki, bunun ətraf haqqında birazını genişləyəsiniz də. Nəyə görə? Məhz o, bu adı ona verilibdir. Biraz geniş şəkildə də deyərsiniz. Sakit şəkildə dur oturursun, ayaqüstə olmaz. Vaxt getdi. Hamısı. Başlayaq bir-bir. Qaldırdı. İlham Əliyev 2-ci Qarabağ müharibəsində dəmir yumruğu ilə torpaqlarımızı işğaldan azad etdi. Çox yaxşıdır ki, Azərbaycan vardır, Qarabağ Azərbaycandır. Aferin sənə, çox gözəl. Buyurun sizin komanda. Vətən komandası. Mətin dedi ki, İlham Əliyev əmrində biz dəmir yumruğumuzda torpaqlarımız düşmən torpaqlarımızı azad edərik. Bəşərdə o sayəsində torpaqlarımızı ona görə də dəmir yumruğu. Təşəkkür. Buyurun. Ordumuz, prezidentlərimiz və xalq bir araya gəldi. Çox sağ olun. Sizin komanda? Dəmir yumruğun dəmir yumruğu adlanması səbəbi isə budur. Dəmir yəni güclük ayrılmaz bir var. Ayrılmaz hardan gəlir? Bizim vətənimizin, prezidentimizin, ordumuzun, xalqlarımızın bir bütün olmasına gəlir. Teşekkür ederim. Buyurun sizin komanda. Bizim dəmir yumruq bizim üçün, yəni bizim Qarabağımızın almağımızın şərəfinə İlham Əliyev demişdi. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Doğrudur, buyur. Sən Paşagil komandası, dəmir yumruq komandası. Adınızın adı dəmir yumruqdur komandası. Dəmir yumruq İlham Əliyev demişdi. Bütün bayanlarımızın bir araya gəlməsinə dəmir yumruq İlham Əliyev dəmir yumruq demişdi. Qarabağ Azərbaycan. Qarabağ Azərbaycan. Teşekkür ederim uşaqlar. Əlbəttə ki, orada siz dediniz ki, Qarabağ Azərbaycandır. Bəli, həqiqətən də Qarabağ Azərbaycandır. Hamımıza oyun nümayiş etdirdiyinizdə təşəkkür edirəm. Çox sağ olun. Buyurun, indi müziklər heyəti xalqlarımızı desin. Uşaqlara da təşəkkür edirik ki, bu qədər məlumatları var və belə xalqımız üçün əhəmiyyətli məlumatlar. Çox gözəl, maraqlı yarış keçdi, çox zövq aldıq.
Bəziləri bəzən bayraq qaldırmaqda gecikirdi, amma bu o demək deyil ki, onlar bilmir. Sadəcə biraz sürət məsələsi oldu, gecikdilər, amma inanıram ki, hər bir məlumat verirlər. Vətən komandasından başlayaq. Vətən komandası topladığı bal 6-dır. Zəfər komandasının topladığı bal 5-dir. Şuşa komandasının topladığı bal 4-dür. Dəmir Yumruq komandasının topladığı bal 2-dir. Sarı Örgü komandası sorğu sualı ilə 1 bal qazandı. Və bizim bugünkü yarışımızın qalibi 8 noyabr, topladığı bal 9-dur. Bu yarış hansı şüar altında geçsin və uşaqlara bildirdim ki, güclü olan qazansın demişdik. Yəni güclü olan tək birlikdə deyil, çünki mən əminəm ki, Samira müəllimənin yetirmələri, bu qədər vətənpərvər müəllimənin yetirmələri də kifayət qədər Azərbaycanımızın 2-ci Qarabağ tarixi ilə bağlı məlumatları hamısı əzbərlidir, çox gözəldir. Sadəcə güclü burada onu nəzərdə tutduq ki, həm də sürət baxımından, çevik tərəfdən lazımdır. Yəni yarışın, bilik yarışının belə deyim ki, səviyyələrinə uyğun olaraq aparılmalıdır, qaydalarına uyğun olaraq. Bunun nəticəsinin etibarilə də qalib komandamız, necə deyilək, 8 noyabr komandası oldu. Bu münasibətlə sizi təbrik edirəm öncə. Yəni, aferin sizlərə uşaqlar, bu qədər cəlb tərəfəndiniz, bu qədər, yəni qalib olmağa doğrudan da layiq bir komandaydınız. Hər birinizi təbrik edirəm və xüsusilə sizə təşəkkür edirəm Samira xanım, çünki Qarabağ tarixi Azərbaycanın elə əlamətlər tarixidir ki, bunu hər kəs bilməlidir, hər kəs. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın işğaldan azad olunan ərazilərin kronoloji ardıcıllıqla düzülməsini və onların hansı tarixdə azad olunmasını bilsə, mənə elə gəlir ki, bizim kürəyimiz yerə dəyməz. Məncə, çünki istənilən hər hansı fənni tədris edirsə müəllim, fərq edir. İstər riyaziyyat olsun, istər tarix olsun, istərsə də elə sizin kimi ibtidai sinif müəlliməsi olsun. Fərq etmək hansı sinifdə şagird oxuyur və yaxud da hansı peşəyə sahib insanlardır. Hər birimiz bu əvvəl qanlı yaddaş deyirdik, indi şanlı yaddaşımızın qızıl hərflərlə yazılmış o tarixləri əzbər bilməyiniz. Biz mütləq idi ki, siz bugün suallardan biri də necə ki, həmin o tarixi ardıcılıq şəkildə düzəsiz. Doğrudan fəxr elədim sizlərlə ki, hər bir komanda onu bacardı. Əhsən sizə uşaqlar. Mənə elə gəlir ki, müəllimlər bu kimi tədbirlər silsilə şəklində alsa daha yaxşı olar. Çünki uşaqlar, hətta biz böyüklər belə əyləncə ilə o məlumatı əldə edəndə daha sevə-sevə oxuyuruq və daha yaxşı yaddaşlarımıza yazırıq. Təbrik edirəm sizi. Sizlərə, necə elə bizim Azərbaycan xalqına qələbə yaraşır, zəfər yaraşır. Hər zaman uşaqlar başınız uca olsun, üzünüz ağ olsun. Bir aydın səma altında və belə firavan, gözəl gülə-gülə həyatınızı yaşayasınız. Təşəkkür edirəm. Bayramınız bir daha necə? Mübarək. Biz də sizə təşəkkür edirik. Bugünkü oyunumuza gəldiyimizə görə və bilik yarışımızda bizimlə olduğumuza görə çox sağ olun. Çox sağ olun, minnətdarım sizə. Teşekkürler, sağ olun. Uşaqlar, hər biriniz möhtəşəmdiniz, hər biriniz qalibsiniz. O suallarda sadəcə olaraq cəhdlik lazım idi, tez sürətli qaldırmaq. Mən inanırdım ki, bütün dərslərimizi gözəl şəkildə mənimsəmişsiniz və gözəl, hamıdan desəm cavab verən uşaqlarsınız. Sadəcə olaraq oyunun qaydaları bu idi ki, sürətli qaldırmaq və doğru cavablar vermək idi. Təşəkkür edirəm uşaqlar, oyuna görə sizə də. Çox sağ olun, minnətdarım. Bugünkü zəfər gününə həsr olunmuş bilik yarışının qalibləri 8 noyabr komandası oldu və onlara xüsusi tərtibnaməmiz var. Qalibləri bir-bir çağırdıqca gəlsinlər. Məmmədli Mələk, alqışlayaq. noyabr komandasının növbəti üzvü İmamzadə Cəmilə.
komandasının növbəti üzvü Ağaz